2 fevral Gənclər Günü münasibəti ilə Gənclər Həftəsi çərçivəsində ölkəmizin hər bir bölgəsində olduğu kimi Qazax rayonunda da silsilə tədbirlər davam edir. Bu barədə televiziyamıza Qazax Tovuz Regional Gənclər İdman İdarəsinin Qazax Gənclər Evi Sosial Xidmət Mərkəzinin direktoru Vüsal Hüseynov məlumat verib. Qeyd edək ki, paytaxt Bakı şəhəri ilə yanaşı ölkəmizin hər bir bölgəsində olduğu kimi Qazax rayonunda da Gənclər Həftəsi ilə bağlı silsilə tədbirlər davam etdirilir. Gənclər Həftəsi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq 2016-cı ildən Gənclər Evləri şəbəkəsinin yaradılmasından sonra artıq 10 ildir Gənclər Evi şəbəkəsi mövcuddur. Bu ərəfələrdən sonra ilk dəfə olaraq Azərbaycanda Azərbaycan Gənclər Evlərinin birinci forumu təşkil olundu. Gənclər Evinin birinci forumunda Qazax Gənclər Evinin kollektivi də, əməkdaşları da Cənab Nazirimiz Fərid Qayıbovun etimadı ilə əməkdaşlıqda lider Gənclər Evi nominasiyası ilə təltif olundu. Qeyd edək ki, Gənclər Həftəsi çərçivəsində Qazax Gənclər Evinin əməkdaşları Bakı şəhərində ilk dəfə keçirilən Azərbaycan Gənclər Evinin birinci forumunda Gənclər və İdman Naziri tərəfindən əməkdaşlıqda lider fəxri adı ilə təltif edilib. Vüsal Hüseynov həmçinin Qazax Gənclər Mərkəzində gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılmış şəraitdən danışıb. Hər bir Qazaxlı gənc bilir ki, Gənclər Evi hər zaman onların üzünə açıqdır. Onlar burada qeyri-formal təhsilin inkişaf etdirilməsi, özlərini kəşf etmək, inkişaf elətdirmək, kurslardan, dərnəklərdən, klublardan yararlanmaq, bilik və bacarıqlarını artırmaq, vətənpərvərlik ruhunda keçirilən ziyarətlər, tədbirlər, görüşlər, qazilərlə, şəhid ailələrinin üzvü ilə bu kimi səpkili görüşlərdə iştirak etmək onların bilavasitə vətənə olan sevgisini nümayiş etdirir, onların vətənpərvər ruhunu daha da yüksəldir. Bildiyiniz kimi Gənclər Evinin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkil olunmasına yönəlmişdir. Bunun istiqamətində də bizim Gənclər Evində müxtəlif kurslar, dərnəklər, həmçinin də müxtəlif layihələr, təlimlər həyata keçirilir və bunun da əsas məqsədi odur ki, məhz gənclərimiz asudə vaxtlarını daha səmərəli şəkildə keçirsin, pis vərdişlərdən uzaq olsunlar. Qeyd edək ki, Gənclər Həftəsi fevral ayının 8-nədək davam edəcək. Həcər Həsənova, Kamran Əskiparalı bugün informasiya proqramı üçün.